Bugün əlimizdə, deməli, çox maraqlı bir material var. Söhbət keçmiş məxfi xidmət agenti Evi Pompuras'ın Güllə keçirməz olmaq adlı kitabından gedir. Amma elə düşünməyin ki, bu ancaq filmlərdəki kimi güllələrdən yayınmaq haqqındadır. Qətiyyən. Əslində kitabın əsas mövzusu gündəlik həyatda qarşılaşdığımız qorxular, stres, yəni bu çətinliklər qarşısında necə daha dözümlü, daha güclü ola biləcəyimizdir. Tamamilə doğrudur. Məqsədimiz də elə budur. Bir məxfi xidmət agentinin necə deyim, ekstremal vəziyyətlərdə öyrəndiyi psixoloji dərsləri götürüb, onun sizin gündəlik həyatınızda necə işə yaraya biləcəyini göstərmək. Bu sadəcə sağ qalmaq deyil, elə deyilmi? Bu, çətinliklər içində böyüməkdir. Bəli, inkişaf etmək sənətidir. Gəlin elə ən çətin andan hər şeyin dəyişdiyi o gündən başlayaq. 11 sentyabr 2001-ci il. Aha. Evi Pampuras məxfi xidmətdə işə yeni başlanmış gənc bir agentdir və New York'daki Dünya Ticarət Mərkəzinin 7-ci binasında öz ofisindədir və birdən dəhşətli bir səs eşidir. Bəli. Amma o an heç kim bunun nə olduğunu anlamır. O səsin o qədər güclü olduğunu təsvir edir ki, elə bil göydən bir zibil maşını düşüb. Yəni, beyin dərhal adi bir izah axtarır. Dəqiq. Beynimiz belədir. Fövqəladə bir hadisəni anlaşılan bir şeylə izah etməyə çalışır. Hətta o, bir həmkarı ilə o qədər dərin söhbətə dalmışdı ki, başqaları pəncərələrə qaçanda belə bir neçə saniyə dərk etməyib. Amma qısa zamanda məlum olur ki, vəziyyət ciddidir və bina təxliyə edilir. Onlar pilləkənlərlə aşağı düşməyə başlayırlar və burada Evi və həmkarları ağlasığmaz bir qərar verirlər. Bəli. Onlar təhlükədən uzaqlaşmaq əvəzinə yenidən yuxarı qalxırlar. Niyə? Çünki 10-cu mərtəbədə məxfi xidmətin ilk tibbi yardım çantaları var idi. Onlara FATKIT deyirlər. Hər biri, təsəvvür edin ki, təxminən 12 kiloqram ağırlığındadır. 12 kiloqram. Bəli, içində oksigen balonu, sarğılar, yanıq dərmanları, yəni tam təchizatlı bir çanta. Bilirdilər ki, çöldə yaralılar olacaq və bu çantalar kiminsə həyatını xilas edə bilər. Bu, məxfi xidmətin əsas fəlsəfəsidir deməli? Düzdür. Təhlükədən qaçma, ona doğru get və kömək et. Onlar o ağır çantalarla çölə çıxanda isə ikinci təyyarə cənub gülləsinə çırpılır və mənzərə, necə deyim, cəhənnəmə çevrilir. Bəli, göydən alovlu metal parçaları, şüşə qırıntıları yağır. Hətta bir həmkarı onu öz bədəni ilə qorumaq üçün divara sıxır. Amma sonra o, yəqin ki, həyatının ən dəhşətli mənzərəsini görür. İnsanların... Bəli, o yuxarı mərtəbələrdən insanların özlərini atdığını görür və detalları ilə təsvir edir. Bir nəfərin ağ köynəyi, küləkdə yellənən bənövşəyə qalstuku və üzündəki tam ifadəsizlik. Dəhşətdir. Bu tam bir acizlik anıdır. O həmkarına deyir ki, biz nəsə etməliyik. Həmkarı isə sadəcə cavab verir. Bunu dayandırmaq üçün nə edə bilərik ki? Və bu sualın cavabı yox idi. Heç nə. Heç nə edə bilməzlər. Təsəvvür etmək belə çətindir. Və sonra... Cənub gülləsi uçmağa başlayır. Aha. O an sağ qalmaq instinkti işə düşür. Yaxınlıqdakı bir kafenin metal masasını sürüyüb bir divarın dibinə çəkir və altına girir. Sonrasını isə qiyamət kimi təsvir edir. Hər yer zülmətə bürünür. Və o öləcəyinə əmin olur. Amma maraqlısı odur ki, o ölüm qorxusu hiss etmədiyini deyir. Hiss etdiyi tək şey kədər idi. Kədər. Niyə? Tək öləcəyi və valideynlərinə göndəriləcək bir cəsədinin belə olmayacağı üçün kədərlənirdi. Həmən an özünə 2 fundamental fal verir. Kifayət qədər kömək etdimmi? Kifayət qədər yaşadımmı? Bütün o xırda problemlər, gündəlik qayğılar, hamısı yox olur o an. Hamısı. Yalnız həyatın əsl mənası qalır. Və o, ölümlə üz-üzə qalmağa qərar verir, gözlərini açıq saxlayır, çünki ölümün necə gəldiyini görmək istəyir və Yunanca dua etməyə başlayır. Möcüzəvi şəkildə sağ qalır. Amma hekayə burada bitmir. Sonraki həftələri dağıntılar altında cəsəd axtarışında keçirir və məxfi xidmət ona bu şücaətinə görə cəsarət medalı vermək istəyəndə o imtina edir. Bax, bu məni çox təəccübləndirdi. Çünki o, özünü qəhrəman hesab etmirdi. Deyirdi ki, mən sadəcə işimi görürdüm. Bəs əsl qəhrəmanlar kim idi onun üçün? Tamamilə başqa insanlar. Dağıntılar arasında ona bir stəkan su verən balaca oğlan. Gözlərinə dolan tozu təmizləyən bina nəzarətçisi. Adi insanlar. Bəli.
Və kitabın əsas ideyası da elə budur. Qorxunun ən güclü dərmanı başqasına kömək etmək arzusudur. Diqqətini öz qorxundan alıb başqasının ehtiyacına yönələndə qorxu öz gücünü itirir. Bu, qorxu anlayışına tamamilə fərqli bir yanaşmadır. Deməli, kitab bizə qorxusuz olmağı öyrətmir. Əksinə, deyir ki, qorxu vacibdir, bizi təhlükədən qoyan bir siqnaldır. Məqsəd qorxunu yox etmək deyil, onu idarə etməyi öyrənməkdir. Yəni, qorxu bizim düşmənimiz deyil. Qətiyyən, o bunu çox sadə izah edir. İnsanda cəmi 2 anadan gəlmə qorxu var. Yıxılmaq qorxusu və yüksək səslərdən qorxu. Cəmi 2? Bəli. Qalan hər şey, uğursuzluq qorxusu, ictimaiyyət qarşısında danışmaq qorxusu, hətta hörümçək qorxusu belə öyrənilmiş davranışlardır. Və əgər bir şeyi öyrənmişiksə, Deməli, onu idarə etməyə və ya unutmağı da öyrənə bilərik. bu çox güclü bir fikirdir və qorxularımızın əksəriyyəti bizim proqramlaşdırılmamızın bir nəticəsidir. Kitabda məşhur döyüş, qaç və ya don reaksiyasından bəhs edilir. Bəli, fight, flight, freeze. Onun öz uşaqlıq təcrübəsi var bununla bağlı. Uşaq ikən evlərinə oğru girdiyini xatırlayar. Anası qorxudan yerindəcə donub qalır, hərəkət edə bilmir. Don rejimi. Düzdür, amma evi heç tərəddüd etmədən qışqıraraq oğrunun arxasınca qaçır. Bu da döyüş rejimidir. Yəni, fərqli insanlar eyni təhlükəyə fərqli instinktiv reaksiya verir. Dəqiq və sizin üçün də əsas sual budur. Təzyiq altında sizin təbii reaksiyanız hansıdır? Siz döyüşən, qaçan, yoxsa donan tipdənsiniz? Bəs insan öz təbii reaksiyasını necə müəyyən edə bilər? Yəni, real təhlükə ilə üzləşmədən bunu bilmək mümkündürmü? Əla sualdır. Əslində, bunun üçün həyatı təhlükəsi olan bir vəziyyətə düşməyə ehtiyac yoxdur. Gündəlik kiçik streslərə verdiyiniz reaksiyalara fikir verin. Məsələn, müdürünüz sizi gözlənilmədən tənqid edəndə nə edirsiniz? Topuq vurur, donub qalırsınız, yoxsa dərhal müdafiəyə keçib aqressivləşirsiniz, yəni döyüşürsünüz? Və ya bəlkə də söhbətdən yayınmağa çalışırsınız, qaçış. Tamamilə. Bu kiçik anlar sizin böyük krizislərdə necə davranacağınıza dair ipucları verir. Məqsəd isə bu avtomatik reaksiyanı tanımaq və lazım gələndə onu şuurlu şəkildə dəyişdirməkdir. Deməli, bu da özünü tanıma prosesinin bir hissəsidir. Pumprasın bütün hekayəsi əslində qorxuya qarşı bir üsyan kimidir. O, cinayət səviyyəsinin yüksək olduğu bir məhəllədə böyüyüb və ailəsi həmişə ona qorxmağı təlqin edib. Bəli, hətta New York Polis Akademiyasına getmək istəyəndə atası deyib ki, onlar sənin kimi birini onsuz da işə götürməyəcəklər. Yəni, ətrafındakı hər kəs ona bacarmazsan deyirdi. Amma o, qorxduğu mən olmaqdan imtina edib. Ya da bir təlimatçı onun qaşlarına tuş çəkdiyini görüb, bütün sinfin qarşısında ona alçaldır. Of! Və ya fiziki hazırlıq zamanı qaçışda hamıdan geri qaldığı üçün ona deyir ki, sən yoldaşlarını öldürəcəksən, çünki onlara köməyə qaça bilməyəcəksən. Bu sözlər adətən insanı sındırar, amma onda tam əks effekt verir. O, bu təcrübəni hormetik təsiri adlandırır. Bu nə deməkdir? Mənə biraz peyvənd prinsipini xatırlatdı. Tam olaraq elədir. Mükəmməl bir bənzətmədir. Hormetik təsiri odur ki, kiçik, idarə olunan dozalarda stresə məruz qalmaq orqanizmi daha güclü edir. Peyvənd kimi. Bəli, zəiflədilmiş virusla immunitet sistemini gücləndirməsi kimi. O təlimatçının təhqiri Pampuraçatsa üçün bir peyvənd olub. O, həmin gündən sonra hər məşqdən sonra tək başına qaçmağa başlayır və bir daha heç vaxt geri qalmır. Bu onu sındırmır, əksinə poladlaşdırır. Yerə salmalıyıq. Mütləq. Amma dozanı düzgün seçmək şərti ilə. Əgər ictimaiyyət qarşısında çıxışdan qorxursunuzsa, gedib 1000 nəfərin qarşısında danışmağa çalışmaq düzgün deyil. Bu, zəhərin ölümcül dozası kimidir. Hə, bu daha çox travma yaradar. Düzdür. Amma 3-4 yaxın dostunuzun qarşısında kiçik bir təqdimat etməklə başlaya bilərsiniz. Bu, sizin hormetik dozanızdır. Sonra bu sayı 10-a, 20-yə qaldırırsınız. Hər dəfə bu narahatlığı yaşadıqca sizin zehniniz qalınlaşır. Bütün bu psixoloji hazırlıqdan danışdıq. Bəs bunu gündəlik həyatımıza necə tətbiq edə bilərik? Yəni, bir məxfi xidmət agenti kimi düşünməyə necə başlayaq? Bəli, kitabda bununla bağlı konkret addımlar var. Və bu, heç də paranoyak olmaq demək deyil. Yəni, hər kəsdən şübhələnmək lazım deyil. Növbə komandası isə reaktivdir. Ani təhlükə reaksiya verir. Və biz daha çox irəli komanda kimi olmalıyıq. Dəqiq. Gündəlik həyatda 90% irəli komanda kimi düşünməliyik. Hazırlıqlı olmaq əslində narahatlığı azaldır. Çünki nə edəcəyinizi bilirsiniz.
Gəlin bu proaktiv addımlardan bir neçəsini müzakirə edək. Məsələn, təhlükəsiz məkanlar ideyası. Bu nə deməkdir? Çox sadə bir şeydir. Baxın, indi sizdən soruşsam, evinizə ən yaxın xəstəxana haradadır? Dəqiq bilərsinizmi? Təxmini bilirəm, amma dəqiq ünvanı yox. Çoxumuz beləyik. Agentlər isə həmişə ən yaxın travma 1 mərkəzinin, yəni ağır yaralanmalarla məşğul olan xəstəxananın yerini əzbər bilirlər. Bu sadəcə bir neçə dəqiqə vaxt aparan, amma kritik anda qızıl dəyərində olan bir bilgidir. Doğrudan da, heç düşünməmişdim. İkinci məqam isə giriş və çıxış nöqtələri. Getdiyimiz hər yerdə ən azı 2 çıxış yolu tapmaq. Bəli, və bu niyə vacibdir? Fövqəladə bir vəziyyətdə, məsələn, bir yanğın anında insanların 99%-i instinktiv olaraq girdikləri qapıdan çıxmağa çalışacaqlar. Və orada basa-bas yaranacaq. Dəqiq. Amma siz bir restorana girərkən şuurlu olaraq ikinci bir çıxış yolu, məsələn, mətbəx qapısı axtarsanız, panika anında kütlənin əksinə hərəkət edərək təhlükəsizliyə daha tez çata bilərsiniz. Planınızın olması beyninizin panika rejimindən çıxmasına kömək edir. Və üçüncü məsləhət strateji oturacaq seçimi. Yəni, arxanı divara söykəyərək oturmaq. Bu mənə biraz köhnə western filmlərini xatırlatdı. Elədir, amma mənası var. Bu sizə 2 böyük üstünlük verir. Birincisi, arxanızın təhlükəsiz olduğunu bilirsiniz. İkincisi, otaqdakı bütün hərəkətliliyi, giriş-çıxışı tam nəzarətdə saxlayırsınız. Vəziyyətə hakim olursan. Bəli, bu da öz güvəninizi artırır. Bütün bu texniki məsləhətlərdən başqa, bəlkə də ən vacibi instinktlərimizə güvənməkdir. Mütləq. Kitabda bununla bağlı bir hekayə var. Bir teleaparıcı gecə küçədə gedərkən bir nəfərin onu izlədiyini hiss edir. İçində bir narahatlıq yaranır, amma dərhal özünü sakitləşdirməyə çalışır. Yəqin mənə elə gəlir, həddindən artıq reaksiya verirəm. Bəli, kobud çıxmasın deyə düşünür və bu nəzakət ona baha başa gəlir. Həmin adam onu soyur. Müəllifin dediyi odur ki, o pis hiss minlik təkamülün nəticəsidir. O sizə bir siqnal göndərirsə, onu görməzdən gəlməyin. Təhlükəsizlik nəzakətdən daha vacibdir. Qat-qat daha vacibdir. Beləliklə, bütün bu məlumatları birləşdirsək, güllə keçirməz olmaq əslində yenilməz və ya toxunulmaz olmaq deyil. Yox, qətiyyən. Bu daha çox hazırlıqlı olmaqdır. Kitabda deyilir ki, güllə keçirməz jilet tək bir qalın metal parçası deyil, bir-birinə toxunmuş minlərlə nazik, möhkəm kevlar təbəqəsindən ibarətdir. Mükəmməl bir bənzətmədir. Hər bir hazırlıq fiziki, psixoloji, məlumatlılıq sizin o kevlar təbəqələrinizdir. Tək bir təbəqə sizi qorumaya bilər, amma yüzlərlə təbəqə birləşəndə sizi dayandırılması daha çətin olan birinə çevirir. Dəqiq. Məqsəd dayandırıla bilməz olmaq deyil, dayandırılması daha çətin olan biri olmaqdır. Və bununla bağlı kitabın sonunda çox təsirli bir hekayə var. Məxfi xidmətin vertolyot qəzası simulyasiyası haqqında. Bəli, bu real bir hadisəyə əsaslanan bir təlimdir, elə deyilmi? Bəli. 1970-ci illərdə bir agent real vertolyot qəzası zamanı suya düşür və boğularaq ölür. Səbəb isə odur ki, panika anında təhlükəsizlik kəmərinin necə açacağını unudur. Necə yəni unudur? Beyni avtomatik olaraq bildiyi ən yaxşı şeyə, yəni avtomobil kəmərinin düyməsini basmağa qayıdır. Halbuki vertolyotda mexanizm tamamilə fərqlidir. O dəfələrlə yanlış hərəkəti təkrarlayaraq vaxt itirir. Və bu bizə son ən vacib dərsi verir. Bəli, ekstremal təzyiq altında sizin şuurlu zehniniz sönür və bədəniniz ən dərinə həkk olmuş vərdişlərinizə, ən çox məşq etdiyiniz hərəkətlərinizə qayıdır. Bu təkcə fövqəladə hallar üçün deyil, yəqin ki, gündəlik stresli anlar üçün də keçərlidir. Məsələn, vacib bir iş təqdimatı zamanı və ya çətin bir danışıqda beynimizin donması kimi. Tamamilə. Beyniniz həmişə ən çox getdiyi yola qayıdacaq. Əgər siz hər gün şikayətlənməyi, təslim olmağı, mənfi düşünməyi məşq edirsinizsə, real təzyiq altında zehniniz məhz o yola qayıdacaq. Amma əgər sakit qalmağı, həll yolu axtarmağı məşq edirsinizsə, böyük bir krizis anında da zehniniz məhz bu vərdişə müraciət edəcək. Ona görə də yekun olaraq özünüzə bu sualı verməlisiniz. Siz hər gün zehninizi nə üçün hazırlayırsınız? Cavabınız sizin ən çətin anlarda necə davranacağınızı müəyyən edəcək.